Salam əziz izləyicilər. Yenidən qarşınızdayıq. Funksiya və qrafiklər bölməsi ilə ilk bölmənin izahına başlayaq vaxt itirmədən. Birinci sualımız funksiyanın sıfırlarını soruşur. Y bərabərdir 3-1x çıx 20. Funksiyanın sıfırı y-in yerinə 0 qoyaraq x-i tapırıq. Bəli. 3-1x bərabərdir 20. Bunu sağ tərəfə keçirək. X də bərabərdir 60. Bu funksiyanın sıfırlarıdır. Onu sıfıra çevirən qiymətidir. Cavab C variantı. İkinci, y bərabərdir 9. Burada x arqumenti olmadığına görə burada funksiya sıfır da yoxdur. Y ancaq 9 qiymətini alır. X-in yerinə istənilən qiymət qoyduqda y ancaq 9 alır. Funksiya sıfırı yoxdur. D bəndi. İkinci suala keçək. Üçüncü. Yenə burada y bərabərdir k bölü x funksiyasının qrafiki, d bərabərdir 9 mənfi 3-1 nöqtəsindən keçirsə, k-nı tapın. X-in yerinə gəlib 9 qoyacaq, y-in yerinə də mənfi 3-1. Bu birinci gələn x-dir, sonra gələn y-dir. Burada yerinə qoyaq. Mənfi 3-1 bərabərdir k bölünsün 9. Çarpaz vuraq. Mənfi 9 böl 3. Bu da Mənfi 3. Mənfi 3. Variant A. Növbəti dördüncü sual. Burada y bərabərdir k böl x, b bərabərdir mənfi 25 və 5-1. Yine bu x-in, bu da y-in qiymətidir. Birinci x-i yazırıq, sonra da y-i. 5-1 bərabərdir k böl mənfi 25. Bu da tənasübü çarpaz vursaq mənfi 25 böl 5 mənfi 5. Variant B. Sonra 5-ci sual. K-nın hansı qiymətində deyir? Y bərabərdir k çıxışı bölü x funksiyasının qrafiki A mənfi 3 mənfi 7 nöqtəsindən keçir. Elşən mənimlə bayaq vurğuladığı kimi ilk gələnimiz bizim x-dir. Yəni mənfi 3-ü qoyacaq x-in yerinə, mənfi 7-ni qoyacaq y-in yerinə. Həmin bu funksiyadır. Bura mənfi 7 yazaq. Bərabərdir k çıxışı bölünsün mənfi 3. Mənfi 3. Tənasübü çarpaz vursaq mənfi 7-nin məxrəcində 1 var. Tənasübü çarpaz vursaq 21 mənfini mənfiyə vuranda müsbət eləyir. K çıxış 2. 2-də bərabərliyin sol tərəfinə keçsə 20. Olacaq müsbət 2, yəni 23. 3 toplamaq. K bərabərdir 23. Burada da variant D variant. 5-də D variantı. 6-cı sual. Xətti funksiyada y bərabərdir kx topla b. K bucaq əmsalı. Bucaq. B isə y oxunu kəsən nöqtə. Nöqtə. İndi bucaq əmsalı deyir ki, mənfi 0,4-dür. Yəni y bərabərdir mənfi 0,4 x topla b. İndi b-ni də təyin eləmək üçün biz bu a verilən nöqtəsini mənfi 2,5 ilə 2,6-nı. Bunu x-in, bunu da y-in yerinə yazırıq. 2,6 bərabərdir mənfi 0,4 vurulsun mənfi 2,5. Üstə gəlsin b. Bu da mənfi mənfiyə vurulanda 4 vur 25 100 eləyir. 2 vergül sürüşdürük, qalır müsbət 1. Müsbət 1 bərabərdir 2,6 topla b. B də bərabərdir. Bunu bərabərliyin sol tərəfinə keçsə 2,6 çıx 1. 1,6. Deməli burada cavab olacaq C variantı. Mənfi 0,4x topla 1,6. 6-da sonra Funksiyalardan hansı xətti funksiyadır? Biz bu variantlardan kx topla b şəklində olanı tapmalıyıq. Bu da y variantına oxşuyur. 5-1x topla 3-1. Hətta 5-1x, x vurulanda sürətə vurulur deyənə 5-x yazır. Bu da kx topla b-dir. Qalanlarda hamısında x-a bölmə var. O da hiperbola qrafikidir bir hissəsi. Bir hissəsi xətti funksiya bu şəkildə. İndi baxaq 8-ci suala. Bu da qaydadır. 8-ci sualda y bərabərdir kx funksiyasını yazsaq, yəni b-ni 0 götürsək, b-ni biz 0 götürsək, burada
Qarşı katet bölünsün. Yəni bu y-in qiymətidir 40-40. Bu isə x-in qiymətidir. Buradan k-nı tapsaq y böl x. Bu tangens alfa funksiyasını, tangens alfanın qiymətini verir. Funksiya yox. Tangens alfanın qiymətini verir. Y böl x. Ona görə biz bunu tangens alfa ilə təyin edəcəyik bucaq əmsalında. K bərabərdir tangens alfa. Bu da köçürsüz. İndi kitablar tangens alfanı belə yazır. Tangens alfa. İndi tangensin də qiymətləri 30, 45, 60. Üçünü də yazıram. 1 böl kök 3 Və yaxud kök 3 bölü 3. 1 Bəli. kök 3. kök 3 bölü 3. A variantında kök 3 bölü 3 kimi qeyd olunur. İndi burada da ona görə cavab Y variantıdır. Tangens 60 dərəcə. Burada 60 dərəcə verdiyinə görə tangens 60 Y variantı. 8-ci sual. Növbəti 9-cu sual. Buyurun Nihat müəllim. Doqquzuncu sualda da artıq birbaşa yazaq. Biz bildik ki, burada biz tapsaq bunu k bərabər olur tangens alfaya və tangens 120 dərəcə. Və biz bilirik ki, trigonometrik enlişdən bilirik ki, tangens 120 dərəcə, 180 və 360 dərəcədə bu adlar dəyişmir. Yəni tangens 120 dərəcə bərabər olur tangens 60 dərəcəyə, amma mənfi ilə. Çünki tangens 1-ci, 3-cü rübdə müsbət alır, 2-ci, 4-cü rübdə mənfi alır. Mənfi tangens 60 dərəcədə olur. Mənfi kök 3 x. C. Keçək 10-cu suala. 10-cu sual. Bu 10-cu sualda B, Y kəsən B, Y kəsən nöqtədir. Burada yazaq. X, Y. Gördüyümüz kimi burada B-miz bizim mənfidir. Çünki aşağı oxda, Y yuxarı oxda müsbət alır, aşağı tərəfdə mənfi alır. Deməli, B-miz bizim mənfidir. Burada K-mızda bu oxla həm belə deyə bilərik. İti bucaq əmələ gətirəndə K-mız olur bizim müsbət. Kör bucaq əmələ gətirəndə bizim K-mız olur mənfi. Deməli, burada K müsbət, B-də mənfi. Cavab B variantı. Bu 11-ci suala da baxaq. 10-cu suala eyni tip sualdır. Eyni tip sualdır. Dəqiqə. Kontrol etməliyim, bəli. Deməli, 2 dənə qrafik çəkək. Yəni bunun üçün K-nı, B-ni hamısını deyək, yəni təkcə 11-dən yox. Çünki burada K mənfidir, kör bucaq əmələ gətirir. B isə müsbətdir. K mənfi, B isə müsbətdir. D variantıdır 11-də. Ancaq sadəcə biz ümumi olaraq anlaş vermək istəyirik, bəli. Belə olduğu halda, baxın, belə olduğu halda görürsünüz, mərkəzdən sıfırdan keçir. Bu B, bu aşağılar mənfidir, yuxarılar müsbətdir. Bu da Y oxunu kəsdiyi nöqtələr hamısı B-dir, bax. Bu B1, bu B2, bu B3. Burada B sıfırdır, mərkəzdən keçir. Bəli. Burada B mənfidir, bu şəkildə. Bu da birinci rübə əyilibsə, birinci rüb. Burada birinci rübdür, bu isə ikinci rübdür. Deməli, birinci rüb, ikinci rüb. Birinci rübə əyilibsə hamısı, iti bucaq əmələ gətirirsə, iti bucaq. X-ın müsbət istiqamətində. X-ın müsbət istiqaməti də sağ tərəf adlanır, sağ tərəf. Bu tərəfi əyilibsə ikinci rübə. Və X-da kör bucaq əmələ gətirirsə, o zaman K olur mənfi. X-ın, yəni müsbət istiqaməti, yəni sağ tərəf. Sağ tərəfində kör bucaq olursa, deməli, K mənfidir. Burada isə K müsbətdir. Bunlar da dediyimiz kimi B-ni bildirir. B müsbətdir, B sıfırdır. Aşağıda isə B mənfidir. Bu şəkildə. Bu qədər bəs. Ancaq paralel olarsa, belə, baxın, düz xət X oxuna paralel olarsa, onda bucağı yoxdur, bucaq əmsalı. Belə paralel olduqda, belə əyiləndə bucağı olur. Bəli. Bu şəkildə bucaq K
bərabərdir 0. B isə müsbət olacaq bu şərt. İndi burada variantlıdır. 11-ci də variantlı. Sonra 12-ciyə baxaq. Deməli K topla B-ni deyir. B y kəsən nöqtədir 5-dir. K-mız da bizim olacaq. İtincə əmələ gətirib olacaq müsbət 1. Cavab 6 olmalıdır. Deməli 12-ci. Bəli. B y oxunu kəsən nöqtədir 5-dir. Burada gördüyünüz kimi burada 5'ti. B. K ise y bərabərdir kx tapıldığına görə B 0 olduqdan. B-ni nəzərə almasaq tangens alfa ilə bir yax dedik ki tangens alfa y bərabərdir. Yox, y böl x bərabərdir k-ya, o da bərabər tangens alfa-ya. Yəni B-ni 0. Bir də bucağa görə tangens müsbətdirsə, tangens itidirsə müsbət, dediyim kimi birinci rübəyə elibsə müsbət. K bərabərdir 5-i 5-ə böləcəyik. Müsbət 1. Yəni burada mənfi 5-i nəzərə almayacaq. Qarşısına mənfi atacaq. İti bucaq əmələ gətirib və yaxud da eşə mənim dediyi dildə birinci rübə elib. Ona görə biz burada K-nı 1 götürdük. Ətraflı yazıda K, y çıx, y2 çıx, y1 bölünsün, x2 çıx, x1 şəklində tapılır. Burada nöqtənin biri 0, 5-dir. Yəni x-i 0, y2 5-dir. Nöqtənin biri də mənfi 5 ilə 0-dır. Yəni x-i mənfi 5, y2. Burada da 5 çıx 5. 5 çıx 0 bölünsün 0 çıx mənfi 5. Bəli. Burada mənfi mənfiyə vurulur müsbət 5 1 edir. Yəni B, y kəsən nöqtədir. İstəyirsiniz bir-iki dənə nümunə göstərim də ona şagirdlər tam şəkildə başa düşsün. Yəni K-ya, B-yə aid. Bəli, göstərək. Həm də inşallah xoşuna gəlir. Misal üçün belə bir 21 ilə 3 yazaq. Bu y bərabərdir. 21-i K-nı tapmaq üçün 21-i 3-ə böləcəm. Yəni y-i x-ə böləcəm. Çünki y bərabərdir kx olduğuna görə K-nı tapmaq üçün y-i x-ə bölürük bu şəkildə. 21'i. Qarşısına da mənfi atacağım. Çünki kör bucaqdır. Hə. X-dən kör bucağı əmələ gətirib yəni. İkinci rübə əyilib. Birinci rüb, ikinci rüb. X topla necə? 21. Olacaq mənfi 7x. Topla 21. Birində yazaq. Bir də müəllim obriyonla yazın. İndi bunda obriyonla yazın. Y2 çıx y1, x2 çıx x1. Hə, bu da 21 0 nöqtəsidir. Bəli. Çünki uşaqlar çox vaxt bu yolu bilmirlər. 0 21. Bir də 3 0-dır. Bəli. Yəni K-nı tapmaq üçün y2 çıx y1, x2 çıx x1. Bu şəkildə. 21-dən 0 çıxacaq, bir də 0-dan 3 çıxacaq. O da olacaq 21 bölünsün mənfi. Birin yazaq. Bu deməli birinci rübə əyildiyinə görə, iti bucaq olduğuna görə müsbətdir. Bura yazaq 15, burada yazaq mənfi 5. Deməli y bərabərdir 3x topla 15. Yəni 15-i 5-ə bölürəm. Bəli. Birində yazaq. Bu tip sual olmalısa, eləməlisə bu toplum. Yenə birinci rübə əyilib, birinci Deməli, rübə K müsbətdir. Misal üçün mənfi 12 ilə mənfi 3, müsbət 3. Olacaq y bərabər yenə 4x topla çıx 12. 4x çıx 12. Bu y-i kəsən nöqtə həmişə B-ni bildirir. B. Birini də buradan çəkim. Misal üçün burada 18 ilə mənfi 6 yazaq. Y bərabərdir 18-i 6-ya böləcəm. Bəli. 3x topla 18. Amma belə ikinci rübə əylən çəkək. İkinci rübə 1. K mənfi olur. Bu da 2. Fərq olmur yəni. K mənfidir. K mənfidir. Bura deməli 14 ilə 2 yazaq. Y bərabərdir mənfi 7x topla 14. Y kəsən B-dir. Y kəsən B-dir. Artıq məncə bu qədər praktikadan sonra bunu artıq bilmək olmaz. Keçək 13-cü sual. Apsisi ordinatına bərabərdir. Yazaq 13-cü sual. Deməli, y bərabərdir 5-3x topla 4 düz xətt üzərində apsisi ordinatına bərabər olarsa nöqtənin koordinatlarının cəmini tapın. Yəni burada y bərabər x deyir, yəni apsis x-dir. Bəli, ordinat da y-dir. Gətir y-in yerine x qoyaq məsələn. X bərabərdir 5-3x topla 4.
500x ataq sola, alınacaq 5-də 2x bərabərdir 4. X isə buradan alınacaq 10. X 10-dursa, y də 10-dur. Və mənə deyir bu koordinatların cəmini tapın. Bu da eləyəcək 20. 14-cü sual. 20 variant nədir burada? C variantı qeyd elədim. C variantı. 14-cü sual. Burada da aksi ordinatının Yenə deyir, bərabər olan, bəli, eyni sualda gətirək, yerinə qoyaq. Bu dəfə y ilə işləyək, y bərabərdir 400y, topla 2, 400y ataq sola, alınacaq 4-də 1, y bərabərdir 2, y də bərabər olacaq 8-ə, y 8 isə deməli x-ə 8-dir və bunların cəmi bərabərdir 16 variantı. 15-ci sualda qrafik sualdır, şifahi sualdır. Bu bizim gördüyümüz xətt, bu hiperboladır. Deməli cavab olacaq B variantı. Y bərabərdir 1/x. Yəni bu k bölü x-in qrafikidir. Bəli. Hətta k müsbət olanda birinci, üçüncü rübdən, k mənfi olanda İkinci, dördüncü rübdən. dördüncü rübdən. O da bayaqki tangensə əsasında demək olar. Bundan sonra Eşəməm davam edin istəyirsə bu sualları. Burada Sual. eyni- Bəli, elə dediyimiz kimi bu sual buradaymış. 16-cı sual. Burada 16-cı sualda dediyimiz kimi k müsbət olduqda birinci, üçüncü rübdən. Qrafiklərini digər rənglərlə yazaq. Deməli k müsbət olduqda birinci, üçüncü rübdən, k mənfi olduqda ikinci, dördüncü rüblərdən keçir. Yəni burada k deməyək, buna da b əmsalı deyək. B kiçikdir 0. B kiçikdir 0. K böyükdür 0. K böyükdür 0. Belə bu şəkildə. Ona görə cavab olacaq k müsbət, b mənfi, cavab C variantı 16-da. Sonra 17-ci sual. Burada k da, b də ikisi də mənfidir. Çünki ikinci, dördüncü rübdə yerləşirlər. Bu k da mənfidir. Digər də B-də. b də mənfidir. Ona görə cavab olacaq burada da A variantı 17-ci sualda. Sonra 18-ci sual. Deməli 18-ci sualda burada A B-dən A kiçik 0, B kiçikdir 0. Ona görə hər ikisi ikinci rübə əyiləcək. Yəni kör bucağı əmələ gətirəcək. Normalda belə, misal üçün k müsbət idi, amma belə isə bucaq əmsalı mənfidir. İndi bunu belə çəkək, bunu da belə çəkək. Baxaq görək hansının bucağı böyükdür. Misal üçün bunun bucağı budur, bunun da bucağı böyükdür. Yəni bucaq əmsalından söhbət gedir. Bucaq əmsalı bucağın ədədi qiymətini bildirir. Belə. Bu da modul A modul B-dən kiçikdir deyənə, onda hansı variant olacaq? Ya C variantı, ya da Y variantı. İndi burada da misal üçün bizə deyir ki, A B-dən kiçikdir. Normalda modul B A-dan böyükdürsə, A B-dən böyükdür. Bəli, çünki A mənfidir. B-dən böyükdürsə, A da B-nin bucağı böyük olacaq. Bu A olacaq, AX. Bu da BX olacaq. Baxın, elə bir ki, modul A modul B-dən kiçikdirsə, deməli A B-dən böyükdür. A B-dən böyükdür. Çünki məsələn A mənfi 3-dürsə B mənfi Məsəl üçün 4-dür. mənfi 3 Bəli, mənfi 3 isə yazaq, mənfi buna 4-də mənfi 4 yazaq, amma mənfi 3, mənfi 4-dən böyükdür. böyüksə bucağı da böyükdür. Əgər modul da verirsə, modulda A B-dən balaca olduğuna görə belə də baxa bilərik. Bunun sol tərəfinə də baxa bilərik. Deməli, burada A balacadır B-dən. A-nın sol tərəfi B-dən, baxın, Balaca olmalıdır. B-dən balaca olmalıdır. Yəni, ona görə biz iki variantda da Y variantı. Y-ni götürəcəyik. Bəli. Deməli, bucaq əmsalı böyük olanın bucağı böyük, kiçik olan bucağı da kiçik. Yəni düz mütənasibdir burada. Bəli. Sonra 19-cu suala baxaq, sabit funksiya. Sabit funksiya x arqumentindən asılı deyil. Yəni x-ə nə verirsən ver, eyni qiyməti alır.
Ona görə 19-cu sual. 19-cu sualda da deməli sabit funksiya f1, f3, bir də f9. Deməli burada x-dan asılı olmayaraq üçü də eyni qiymət alır. Y vur y vur y. Mənfi 27. Y-in kubu mənfi 27. Y də bərabərdir mənfi 3. İndi bizdən f64-ü soruşmağına baxmayaraq yenə eyni qiymət alır. Mənfi 3. Burada da variant olacaq C variantı. 19'dur. Geçsə 20-yə. 20-ci sual. Sabit funksiya olarsa, sabit funksiya odur ki, x argumentindən asılı deyil. Yəni x olmamalıdır. X-in əmsalları 0-a bərabər olmalıdır. Burada yazıb a çıxı 3x kvadrat, b çıx 4x, topla 2a topla 3b. Burada da a bərabərdir 3 olmalıdır. B də bərabərdir 4. Yəni a çıx 3'ü 0-a bərabər edirik. B çıx 4'ü də 0-a. X argumenti olmamalıdır. Yəni sərbəst hədd. Sərbəst hədd. Sərbəst hədd qalmalıdır. Burada da a-nı, b-ni 3 tapdıqdan sonra yerinə qoyuruq. A-nın yerinə 3, b-nin də yerinə 4. Fx bərabərdir 2 vur 3 topla 3 vur 4. İndi eşəməm fx yazdı. Yəni f a topla b bərabərdir buna. Hə. İndi f a topla b-nin adiyyatı yoxdur. Onsuz da çünki sabit. Hə, bura istəyirsən a çıx b yaz, istəyirsən a topla b-nin heç bir adiyyatı yoxdur. Çünki sabit funksiyadır. Biz a topla b-nin nəyin yerinə qoyacağıq? X-in. X də olmadığına görə nəticə 18. Hə. 18. Bu yeni sualdır. Köhnə topluda yox idi bu. Deməli, sonra növbəti sabit funksiya sualları biraz elə bir ki artırılır. Hə. Eşənməli. Bəli. Bu sabit funksiya üçün də belə bir qayda deyək. 21-ci sual kx üstəgəl b bölünsün 5x çıx 25. Fx bərabərdir. Sabit funksiya olmağı üçün k vur mənfi 25 nə? 5 böl 5 vur 5 eyni olmalıdır. Ya da ki k böl 5 əmsalı tənliklər sistemində olduğu kimi. Bir dənə də misal vermişlər deyəsən, naturalda idi yoxsa faizdə idi belə tip sual. Toplular adi şeydə kvadrat tənliklərdə eyni güclü tənlik. Bəli, belə tip sual var idi, yəni nisbətli. K böl 5 bərabərdir 5 böl mənfi 25. Bu şəkildə sabit funksiya olur. Bəli. Bu da k bərabərdir 25 böl mənfi 25, cavab eləyir mənfi 1. K-nın yerinə mənfi 1. Bizdən f2-ni soruşur. Onsuz da f2, yəni f3 olsun, f4 olsun. Fərqi yoxdur. O x-a yəni təsiri yoxdur. Bəli. Belə, y bərabərdir kx, biz k-nı da tapdıq. Neçə tapdıq? Mənfi 1x topla 5 bölünsün 5x çıx 25. Fikir verin, burada mənfi 1-i çıxardası olsaq mötərizə xaricinə x çıx 5 alınır. Məxrəcdən də 5-i çıxarsaq mötərizə xaricinə və x 5-dən fərqli olaraq onsuz da şərtdə də verib burada. Onları ixtisar apara bilərik. Bunları ixtisar apara bilərik. Görürsünüz, x-dan asılı qiymət alınmadı. Yəni buna sabit funksiya deyilir. Bu da 5-də 1 alındı mənfi. 0,2. Bizdən də k topla f2-ni soruşur deyənə mənfi 1 topla 0,2 mənfi 0,2 olacaq mənfi 1,2. Cavab D variantı. Belə nisbətləri bərabərdir. Sonra növbəti 22-ci sual. Bu sualda istəyirsiniz tənliklər sistemi kimi də həll edə bilərsiniz. Tərəf-tərəfə çıxaraq ya da düz xətlərin kəsişdirdikdə funksiyaları bərabərləşdiririk. Eyni nöqtədə. 3x çıx 7 bərabərdir 5x çıx 13. Burada da deməli 2x bərabərdir. Bunu bərabərliyin sol tərəfinə keçirək. 5x çıx 3x 2x. Bunda sağ tərəfə keçirəndə müsbət 13. Burada da böyüyün işarəsi 6. X bərabərdir 3. X-i 3 tapdıqdan sonra yerinə qoyuruq. Ya yuxarıda ya aşağıda fərqi yoxdur. Y bərabər 3 vur 3 çıx 7 cavab 2.
Sonra da bizə soruşur ki, koordinatları hasilini tap. 2-ni 3-ə vururuq. Cavab 6. Belə. Sonra növbəti sual, yəni 9-lara da düşmüşdü, 11-lərə də düşmüşdü. Bəli. Burada da deyir ki, iki Profil şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsi göstərib. Birini fx yazaq. Fx biz dedik ki, k əmsalı necə tapılır? Y-i x-a bölməklə. Həm də b əmsalı 0-dır deyənə y bərabərdir 18 böl 20x. Digər isə y bərabərdir 15 böl 30x. Bu şəkildədir funksiyalarımız. Deyir, neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. İndi misal üçün, bunlar eyni dəqiqədə olur deyənə, bunların deməli burada da bu elə bilin ki, düşünün ki, x-in yerinə 1 qoyduqda 1 dəqiqəyə, çünki aşağıda x absis vaxtı bildirir, yəni dəqiqəni. X-a 1 verdikdə 1 dəqiqə oxuduğu səhifələrin sayından söhbət gedir. 2 verdikdə 2 dəqiqədə oxuduğu səhifələrin sayı. İndi biz ümumi səhifələrin sayını bu neçə dəqiqə sonra bunları toplayıb, istəyirsən ixtisar eləyək, gəlin bunları. Və rahat olmasını eləyək. 2-yə ixtisar eləyəsək 10-da 9x, bu da 3-ə ixtisar eləyəsək 10-da 5x və bunları toplayaq. 10-da 9x topla 10-da 5x bərabərdir 210. Bu da 10-da 14 x bərabərdir 210. X də bərabərdir 210 bölünsün 10-da 14. Kəsirlərlə böləndə tərsinə vururuq 14-də 10. 7-yə ixtisar eləyək. Neçə düşür? 30, orada 32, bu da 5, 150. Deməli 150 dəqiqədən sonra bunların səhifələrinin ümumi sayı 210 olacaq. Gəlin yoxlayaq. Misal üçün 150 dəqiqəyə bu neçə səhifə oxuyacaq 150 dəqiqəyə? Bundan bu gedir. Bu da eləyəcək 135. Bu 150 dəqiqəyə nə qədər səhifə oxuyacaq? 10-da 5 vurulsun 150 dəqiqə. Bu da 75. Ümumi say 210 eləyəcək belə. 150 dəqiqə sonra. Növbəti, yəni ətraflı yazıda bunu funksiya tipli yazmaq lazımdır. K bölü x tənasüblə yox. Çünki bu funksiyaya aid mövzudur. Fx ilə jx funksiyaların qrafikləri verilmişdir. Sonra, indi buna baxaq. Bu da tərs aslı məsələdir. Tərs aslı məsələni də biz hiperbola yazdı 15-ci y bərabərdir k bölü x şəklində. Tərs aslı. Bunu tənasüblə də, yəni bildiyimiz yolla deyək, sonra qrafiklə çəkək, k ilə. Funksiyasını yazaq. Əsas bəli, n topla 1-ə 10, n topla 7-yə isə n. Və bu da tərs aslı qarşı-qarşıya. Qarşı-qarşıya vuracağıq. 10 vur n topla 1 bərabərdir n vur n topla 7. 10n topla 10 bərabərdir n kvadrat topla 7n. N kvadrat çıx 3n çıx 10. Sağ tərəfə keçirik. N çıx 5 n topla 2. Çıx 5 topla 2. Bu da n bərabərdir 5. Çünki zaman mənfi 2 olmaz. N fərqlidir, mənfi 2 yazırıq. N bərabərdir 5 olduqda. İndi neçə günə yerinə yetirir? Burada deyir ki 20 işçi həmin işi neçə günə yerinə yetirir. Deməli biz burada n-i 5 tapdıqdan sonra bu 5 topla 1. Burada görürsünüzmü? N topla 1 deyir burada. Yoxdur, fərq yoxdur. N-in yerinə 5 yazarsınız. Olacaq 6-ya 10-dursa 20-x. Bunu da qarşı-qarşıya vursaq 60 bölü 20 3 edir. 10 ilə 20-də işçilərin sayı. X də bərabərdir 6 vur 10 böl 20. Elə düz düşün. Bəs biz bunu funksiya ilə necə yazacağıq? Funksiyamız göstərdiyim kimi 24-də y bərabərdir k bölü x olduğuna görə k-nı necə tapacağıq? Belə çarpaz vuraraq, yəni y-i x-a vurmaqla. Burada da x-imiz n topla 1-dir. N topla 1-dir, y-imiz də 10-dur. Yəni olacaq y bərabərdir neçə? 10n topla 10. 10n topla 10 böl x. Bəli, x-ə bölünür. Bu şəkildə. İndi bizə deyir ki, bu 20 işçi. Bu işçilərin sayıdır, yəni y.
20 işçi qoyaq yerinə. N-i də yerinə necə yazdıq? 5. Burada yerinə də yaza bilərik. Misal üçün N-i də tapa bilərik. Bəs 5-i aradan tapdıq. 5-i burada istəyirsiniz x-in yerinə n topla 7 yazaq. Y-in də yerinə n yazaq. Bu deyə burada verildiyi kimi. Yazacağıq n bərabərdir 10n topla 10 bölünsün n topla 7. Eyni qaydada n kvadrat topla 7n çıx 10n çıx 10. Bu da n çıx 3 n çıx 10. Bu da n çıx 5 topla 2. N neçə elədi? 5. 5'i də burada qoyaq yerinə. Bu y-in də yerinə 20 yazaq. Все. Oldu cavab 20 bərabərdir 50 topla 10 böl x. X da 3. Yəni bayaqki misaldan bayaq tənasüblə həll elədik birinci hal. Bu da ki funksiya ilə həlli. Biz sizə hər iki yolu göstərdik. 25-ci sual. A parametri neçə tam qiymətində funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Mənfi hissə kəsmək üçün bizim b-imiz olmalıdır. Mənfi. Mənfi, bəli. Bu kx-dır. O da b. 3a kvadrat çıx 14. Üstəgəl qalanı da bizim b-dir. 3a kvadrat çıx 14. Yazacağıq 3a kvadrat çıx 14a. Bəli. Üzr istəyirəm. Kiçikdir sıfırdan. Kiçikdir 0. A-nı çıxar. A-nı çıxardaq mötərizə xaricinə 3a çıx 14. Kiçikdir 0. Sıfırdan. Mövzunun başlanğıcında funksiyan sıfırları keçdik. Burada da ədəd oxunu çəkək, funksiyan sıfırlarını qeyd edək. 0, bir də 14 böl 3. 4/3-də 2. İndi 14 böl 3-dən böyük ədəd verək. Yəni burada 5 zad verək x-in a-nın yerinə. 5 verəndə müsbət alınır. Müsbət, mənfi. Sonra mənfi alınır. Sonra da müsbət alınır. İndi bizə lazımdır kiçik sıfırlar. Bu da 0 ilə 4/2-nin arasında. A parametri neçə tam? 4 tam qiyməti. 1, 2, 3, 4. 4 dənə tam qiyməti. 26-cı sual. Burada fx yenə sabit funksiya bir qaydamız var. M böl 4 bərabər 9 böl m. M böl 4 bərabər 9 bölü m. Bunu müsbət sarflasırsaq m kvadrat bərabərdir 36. Plus minus 6. M1 6, M2 mənfi 6. Bizə də müsbəti soruşur. M-in müsbət qiyməti dediklərinə görə bunu götürəcəyik, bunu yox. Cavab müsbət 6. Sonra növbəti 26-cı sual dedik. 27. Baxaq, xətti funksiya bu. Xətti tənlikdir. Yəni bu şəkildə verilən ax topla by bərabərdir c şəklində verilən xətti tənliklər sistemində də keçirilir. Bəli. Bu tənlikdir. Amma biz buradan y tapası olsaq, onda funksiya şəklində verilmiş olacaq. İndi misal üçün, gəlin 27-ci sualda 2x topla 3y bərabərdir 5. Buradan y-i tapaq. 3y bərabərdir mənfi 2x topla 5. Y də bərabərdir mənfi 2 bölü 3x topla hər tərəfi 3-ə böldük. Yəni bu mənfi 3-də 2 bunun bucaq əmsalıdır. K-sədir. K. İndi baxaq buna uyğun variant hansıdır? Misal üçün C variantı. Y variantı da uyğun gəlir. Yoxsa yox. 3-də 7 yox. Uyğun gəlmir. C variantı. 1 verdikdə 2 toplu 3 olur. 5. 3-də 3 eləyir 1. Ya da 1 qoyaq yerinə. Misal üçün 1 qoyaq, x-in də yerinə, y-in də yerinə. Burada da cavab 5 alınır. Ona görə burada variant olacaq C. 1-ə C. İkinciyə baxaq. 1 qeyd eləyək. 1-ə C, 2-yə, 3-ə. Deməli, ikinciyə baxaq. 3x topla 3y bərabərdir mənfi 1. 3y bərabərdir mənfi 3x çıx 1. Y də bərabərdir mənfi 3-ü 3-ə böləndə mənfi 1x. Bu da Çıx 1 böl 3. Yəni mənfi 1. Bucaq əmsalı kör bucaq. Deməli 135 dərəcə. Tangens 135-də mənfi 1 alır. Tangens alfa bərabərdir mənfi 1. Alfa da bərabərdir. Tangens alfa bərabərdir 1. 45 dərəcədir. Amma mənfi 1 isə kör bucaqdır, qonşusu. Yəni 135 dərəcə. Buna da variant həm D variantı, bir də Y variantı ola bilər. Y variantı mənfi 1 ilə 3-də 2 qoyduqda olur da. Bəli. Mənfi 1 mənfiyə dəyər müsbət 1. Və yaxud da yuxarıda da yenə qoya bilərik. 1 çıxılsın 3-də 1 cavab eləyir 3-də 2. Və yaxud da yuxarıda da yenə qoya bilərik. Cavab Y variantı.
Yəni yuxarıda dedim uşaqlar 3x topla 3x bərabərdir -1. Burada da x-in yerinə -1 qoyub 2-nin yerinə -2 qoysaq cavabın -1 olduğunu görərik. Qaldı 3-cü sual. 3-cü sualda 3x bərabərdir. Deməli 2y bərabərdir -3x. Y də bərabərdir -3-də 2x. 2-yə böləcəm. 2-yə böləcəyik. 2-də 3, -2-də 3. 2-də 3. Yəni 1,5x. -1,5x. Və burada b yoxdur. Yəni deməli koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçir Həm də və B bəndi, A bəndi və B bəndi. Çünki bucaq əmsalda -1,5-dir. Bu şəkildə. Bu qəşəng sualdır. Demək olar ki, bütün funksiyanı burada təkrar elədik yenidən. Həm tangens alfanı, həm bucaq əmsalı, əmsalı, həm beyni, kəsən nöqtə. hər bir şey burada təkrar elədik. Ümumiyyətlə birinci bölməni tam şəkildə təkrar işləyən şagird xətti funksiyadan problemi qalmır. Və buraxılışa düşür tez-tez. Y bərabərdir. İndi buna baxaq. Y, x. K müsbətdir, B də müsbətdir. B, Y kəsən nöqtədir, B. Y harada kəsib? Müsbətdə. Aşağılar mənfi. Deməli, bax, belədir. Çünki birinci rübə əyilir. K müsbət, B də müsbət. İndi ikinciyə baxaq. Hansı rüblərdən keçdi bu? Deməli, birinci, ikinci və üçüncü rübdən. Dördüncü rübdən keçmir. Dördüncü, 1, 2, 3, B bəndi. Birinciyə B variantı, apsin müsbət istiqamətində körbucaq. Bu deyil. Körbucaq ikincidir. Çünki K mənfidir, həm də B də mənfidir. Baxın, dediyim kimi bunlar müsbət. Aşağı nədir? Mənfi. Buradan keçir, mənfidən B. Beyni, bəli. Özdə neçənci rübə əyilir? İkinci rübə. Deməli, körbucaq. Körbucaq əmələ gətirir, körbucaq. Ona görə bu birdən başqa hamısından keçir. 2, 3, 4-dən keçir. 2, 3, 4. Cavab D variantı və Y variantı. İkinci D, Y. Üçüncü də K 1-dirsə, B 0-dırsa koordinat başlanğıcından keçir. Deməli, K 1-dirsə, B 0-dırsa, B yoxdursa koordinat başlanğıcından keçir. Bəli. Həm də x-in müsbət istiqaməti ilə 45 dərəcəli bucaq əmələ Bu gətirir. sual düşürdü müəllim tez-tez. Tangens 1. Tangens alfa bərabərdir 1. Deməli, alfa 45 dərəcə. Alfa da bərabərdir 40. Əgər -1 olsaydı 135 dərəcə. Qonşusu. Hansı rüblərdən keçir? 1 və 3-dən. 1 və 3-dən keçir. 1 və 3-dən. A bəndi. Tənbölənidir. Bəli. Üçüncüdə də 90-ın yarısı. A variantıdır. 29-cu sual. Burada da yenə 3 dənə qrafik çəkək. Bu biri, bu ikinci. Eşən mənim təkrar demədən yenidən çəkir bütün risk qrafiki. Eyni salmasına baxmayaraq. Bu üçüncü. X, Y, Y, X, Y, X. K 0-dan kiçik, B 0-dan böyük. K mənfi, B müsbət. K mənfidirsə körbucaq. İkinci rübə B əyilir. müsbətsə yuxarıda kəsir. B müsbət. Dediyimiz kimi bu yuxarılar müsbətdir. Belə özdə neçənci rübə əyilir? İkinci rübə. Özdə körbucaq əmələ gətirir. 1, 2, 4. 1, 2, 4. 2, 4. Deməli, 3-dən Y keçmir. C variantı. Deməli 1, 2, 4 C variantı. Özdə körbucaq. burada bu uyğun gəlmir. 1-ə C variantı. İkincidə K müsbət, B mənfi belə olacaq. Çünki B, Y kəsən nöqtədir. Aşağıda kəsir. Özdə necə bucaq əmələ gətirir? İti bucaq. 1, 3, bir də 4-dən keçir. 2-dən keçmir. 1, 4-dən keçir və bu dəfə iti bucaq əmələ A, gətirir. Y. Bəli. Bayaqki sualda körbucaq əmələ gətirən burada iti bucaq. İndi K mənfi 1-dirsə, tangens 135 dərəcə. alfa 135 dərəcə, bəli, körbucaq. Özdə hansı rüblərdən keçir? 2, 4-dən. 2, 4 rübün tənböləndir. Tənböləndir, B bəndi. Üçüncü də B bəndi. Belə, bu da 29-cu sual.
Keçən ətraflı yazılı tələb olunan tapşırıqlara. Deməli, hovuzu doldurmaq üçün bir yaxşı işlədik belə bir sual. Hovuzu doldur. Bunlar xəttli funksiya olduğuna görə KX-dir. Bəli. Belə əyri olsaydı bu düz aslı məsələlərdir. Bir yaxlarım hiperbolada isə tərs aslı məsələlərdir. Ona görə funksiyanı bilmək lazımdır. Hiperbolatsa qarşı-qarşıya vurulur. Burada B yoxdur, B sıfırdır. Çünki hər ikisi mərkəzdən, həm də koordinat koordinat başlanğıcından keçir. Deməli, K-nı necə tapırdıq biz? Y-i X-a bölməklə. Deməli, birincidə Y bərabərdir 18 böl 2 X, yəni 9X. İkinci bərabərdir 15 böl 3, yəni 5X. Deməli, A kranından boşaltmaq üçün isə B kranından axan suyun həcmini zamanı arası qrafiki verilir. Biri doldurur, biri boşaldır. Qrafikləri verilib. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 kub metr olan boş hovuzun neçə faizi su ilə dolar? Biri doldurur, yəni A kranı doldurursa 9X-dan B kranı boşaldırsa çıxacaq. Bu eləyəcək bizə 4X. İşçi hovuz məsələsidir. 4X, bəli. 8 saat açıq qalarsa, 8-ə vursaq, biz çünki zamanda aşağıda X apsis oxu zamanı bildirir. Yəni 8 saat. 8-ə vursaq 32 kub metr. Y isə suyun həcmini bildirir. Y suyun həcmini. 32 kub metr. İndi bizə də deyir 50 kub metr. 32 kub metr boşalar. Qalar 18 kub metr. Yox, 32-si ümumiyyətlə dolar. Axı dolan daha çoxdur. 32-si dolar da. 18-i qalar. Bəli. Hə, dolar. Dolar. Bizə 32-ni biz böləcəyik 50-yə. 18 bizə deyir ki, hovuzun neçə faizi su ilə dolar. Onda hə, 32-ni bölək. Əlşən müəllim elə bil ki, boşu soruşur, ona görə 18-i bölür deyək. 64%. 64 dolar 36-dakı boşalır. Boş qalır, bəli. Bu da belə. Keçək növbəti 31-ci sual. Sağ tərəfdədir. Artıq bitir bu bölmə. 5 sualımız qalıb. Əla. Deməli, növbəti 31-ci sualda da xəttli funksiyada birinci K emsaldır. Y bərabərdir. Birinci və ikinci. A kvadratı çıx 10-a topla 16x. Yəni Kx bu K'dır bizim, bəli. K. Topla Bu da B. Bizə deyir ki, birinci, ikinci rübdən keçir. Çəkək bu şəkili göstərək, daha sonra izah keçək. Yəni, misal üçün, bu belə bir şey xət çəksək, bu 1, 2, 3-dən keçir. Belə bir çəksək, 1, 2, 4-dən keçir. Yəni, 1, 2-dən keçir, o deməkdir ki, birinci, ikinci rübdən mütləq paraleldir. Bəli. Yəni, belə düşünməyin ki, bu da 1, 2-dən keçir. O sonsuzdur, gəlib kəsir. kəsir. Düz xət sonsuz olduğuna görə gedir, kəsir və üçüncü rübdən də keçir. Ona görə biz bunu paralel çəkəcəyik, mütləq. İndi ona görə biz burada K 0 olmalıdır. Buna vuruqlarını ayırsaq, A çıx 8 ilə A çıx 2-dir. İndi biz nəzərə almalıyıq ki, B-də müsbət olsun. Çünki birinci, ikinci rübdür, yuxarıda kəsməlidir. Əgər B mənfi olsa, onda aşağıda kəsəcək. Belə bu şəkildə olacaq. Ona görə B müsbət olmalıdır. Biz 2-ni götürəcəyik, 8-i yox. Çünki 8-i yazsaq, bu K 0-a gedir. Çünki burada bucaq əmsalı yoxdur. Yenə deyirəm, bu əyri olsa bucaq əmsalı var. Hətta bucaq əmsalı müsbətdir, bucaq əmsalı mənfidir, bucaq əmsalı 0-dır. Bu şəkildə. K A bərabərdir 2 olduqda, həm də B-ni də nəzərə almaq lazım ki, B 0-dan böyük olsun. Amma 8-i yazsaq, 9 çıx 64 mənfi olur. Bu şəkildə. Açıq ki. Növbəti 32-ci suala baxaq. Burada da deməli Y bərabərdir A çıx 5 çıx 3 X topla A kvadrat çıx 16. Burada da qrafik hansı rüblərdən keçir? 3, 4. Yalnız 4-dən keçməsi üçün yenə K-nın 0 olmalıdır. Deməli Y, X. İndi dediyimiz kimi 3, 4-dən keçməsi üçün bu şəkildə olmalıdır. K kiçik 0, K 0. B-dən mənfi.
Yuxarılar müsbətdir. Aşağılar B kiçik 0. İndi ona görə burada A'nın yerinə biz 3 qoyacağıq. A bərabərdir 3 olduqda K 0 olur. Burada da 3'ün kvadratı 9 çıxı 16 kiçikdir 0. B-də mənfi. B-də mənfi. A bərabərdir 3 olduqda. Sonra növbəti 33-cü sual. Otuz sualda da gördüğümüz kimi burada birinci rübə əyilib deyənə K müsbət, B də müsbət. Bəli. B də Y oxunu absisdən yuxarıda kəsir, B də müsbət. Hər ikisi müsbət götürəcək və kəsişən. Deməli biz buna da baxaq. Bunu birinci mənfi m kvadratı yazaq. Bəli. Mənfi m kvadratı topla 4m topla 12. Biz buradan mənfini çıxardacağıq mötərizə xaricinə. Belə hər tərəfə vura da bilərik daha sonra. Siz bunu müsbət sıfırdan böyük Hər tərəfə bəli vuraq mənfiyə. Birinci bunu həll edək K-nı. Dedik ki K böyük 0 olmalıdır. Mənfiyə vuraq m kvadrat çıx 4m çıx 12 kiçikdir 0. M çıx 6 M topla 2. Burada yenə Kiçikdir sıfırların 0. yazaq. Kəsiş. Daha kəsişdirməliyik. Bunu ədəd oxunu çəkək. Neçə ilə neçə? Mənfi 2 ilə 6. 6. 7 qoysaq müsbət, mənfi, müsbət. Müsbət, mənfi, müsbət. Bizə mənfiləri lazımdır. Yəni mənfi 2 ilə 6. Bunu tapdıq. Keçək indi mənfi M kvadratı topla 10M çıx 16. Bunu da yenə böyük mənfi 0 m götürək. kvadrat topla m 10M çıx 16. böyük Böyük 0. Bəli. Bunu da yenə hər tərəfə mənfiyə Mənfiyə vuraq. vuraq m kvadrat çıx 10m Topla 16. kiçikdir 0. M çıx 8, M çıx 2. m çıx 8, m çıx 2. Bu da 2 ilə 8 arasında olacaq ədədlər. Deməli bunu da bunun 2 ilə 8 Başqa, bunun başqa bəli, rənglə başqa rənglə yazaq. yazaq. 2 ilə 8. 8 Kəsişdirin o aşağıları. plus minus plus kiçikdir deyəndə buranı götürək. Və gördüyünüz kimi 2 ilə 6 kəsişir. Bunlar 2 ilə 6-da kəsişdilər. 2 ilə 6-da. Lakin daxildir. 3, 4, 5. Tam ədədlərdən söhbət Sayın soruşur cəmi. Ala biləcək tam Cəmi. qiymətlərin cəmini. 12. 34-cü suala baxaq. Növbəti 2 sualımız. F 3x çıx 5. Bu da f2x topla 3 bərabərdir 15x topla 12. Biz bunu xətti funksiya dediyinə görə kx topla b ilə yazaq. Bəli. Kx topla b. Kx topla. Sadəcə x-in yerinə biz bir dəfə burada fx funksiyası olduğuna görə x-in yerinə bir dəfə 3x çıx 5 qoyacağıq. Bir dəfə də 2x topla 2x topla 3. Dairəyə aldığım x-in yerinə bu fx funksiyasıdır. Deməli k vurulsun 3x çıx 5 üstə gəl b. K vurulsun 2x topla 3 üstə gəl b. Bərabərdir 15x topla 12. Şimdi bu nə qədər elədi? 3kx, bu nə qədər? 2kx. Toplam 5k. 5kx. Çıx burada alınır 5k. Topla burada da 3k. Topla b'ləri də cəmləyəcək 2b. 15x topla 12. Şimdi biz burada x'i sərbəst x-ə bərabər edəcək. Sərbəst həddi də Yəni mavi ilə bəli qeyd. bunu da 12-yə bərabər edəcək. Belə eyni olmalı idi. Bərabərliyin sağ və sol tərəfləri eyni olmalıdır. Eynilik. Buna baxaq 5x 5k nəyə bərabər olacaq 15-ə? K da 3 eləyəcək. Gətirib 3-ü yerinə İndi qoyaq. 3'ü vura. Burada mənfi 2k alınır bu. Mənfi 2k. Mənfi 2 vur k. Yəni k da 3'dür. Topla 2b bərabərdir 12. 2b bərabərdir 18. B də bərabərdir 9. K'nı da tapdıq, b'ni də. Deməli funksiyamız y bərabərdir 3x topla 9'dur. 3x topla 9. Gətirib qoyaq. İndi bizdən də f5 soruşur deyənə f5. f5. Mötərizənin içindəki x arqumenti olduğuna görə yerinə qoyacağıq. 3 vur 5 topla 9. Bu da eləyəcək 24. Belə. Növbəti 35-ci sual ətraflı yazıdır. Son sual. 35. Deməli burada nöqtələr verilib gördüyünüz kimi.
Qrafikimizi çəkək. Burada belə verib. Bu şəkildə verib. Bu nə nöqtəsidir? 4 nöqtəsi. Bu isə -2, 0 nöqtəsidir. X -2-dir, Y isə 0. İndi biz bu düz xəttdən keçən tənliyi yazaq. Dedik ki, K necə tapılır? Y2 Çıx Y1 bölünsün X2 çıx çıxsın Y1, X2 çıx X1. Biz 4-dən 0-ı çıxaq, yəni Y-dən oxla göstərirəm. Bu Y-i çıxaq. X-dan da X-i, 4-dən də -2-ni çıxaq. Eləyəcək 4/6. Yəni 3/2. Y bərabərdir 3/2 X toplansın B. İndi B-ni tapaq. Əslində B bizə lazım deyil, bizə bucaq əmsalı Bəli, lazımdır. çünki qarşılıqlı perpendikulyar olarsa. Düz xətlər nə vaxt perpendikulyar olur? L2 Hasili. düz xəttini tapmaq üçün L2. Hasili -1-ə bərabər Bəli. bucaq əmsalı. K1, K2 hasili bucaq əmsalları -1 -1-ə olduqda bərabər olmalı. bu perpendikulyar olur. Amma K1, K2-yə bərabər olduqda isə paralel olur. İndi əgər bu 3/2 isə digər funksiya L2 funksiyası düz xətti 2/3. -2/3 olmalıdır. Mənfi 2/3 olmalıdır 2/3. ki, vuranda -1 eləsin. bəli, mənfi 2/3. Çünki 3/2-ni K2-yə vurduqda -1. K2 də bərabərdir 2/3. Belə. X topla B. Bəs B-ni necə tapacağıq? Bu verilən nöqtəni 4-ü yerinə qoyaq. Y-in yerinə 4, X-in yerinə 4. Deməli, burada -2/3 vur 4 topla B. Bu da bundan bu gedir, neçə qalır? 2, 4 bərabərdir -6 topla B, B də bərabərdir müsbət 10. Yəni bizə nə soruşur? L2 düz xəttin tənliyi, yəni -2/3 X topla 10. Bu da rahat sual. Sadəcə Y qaydanı bərabərdir -2/3 X topla 10. qaydan bilmək lazımdır ki, düz xəttə qarşılıqlı perpendikulyar olarsa bucaq əmsalların hasili -1-ə bərabərdir. Bu şəkildə növbəti bölmədə görüşənədək. Sağ olun, salamat qalın.